Çox təəssüf ki, belə deyirlər. Müəyyən bir yer əldə edəndən sonra artıq o insanlıqdan çıxıb başqa hala gəlir çıxır. Ona görə əsas məsələ insanın o yaxşılıq halını davam edəsidir. Bəzən insan görsən özü üçün dünya istəyir. Amma görsən dünya onu dəyişdirir. Yəni dünyadan əvvəl görürsən ki, ibadətlərində çalışqan idi, dünyası zəif idi. İbadətlərində çalışqan idi, məscidə gəlirdi, Quranında idi, sünnələrə riayət edirdi. Görürsən artıq vəziyyəti düzələndə nə oldu? Gəlməməyə başladı, görünməməyə başladı. Onun üçün nə oldu? Mal onun üçün fitnə oldu və onu bəlaya saldı. Ona görə Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur. Ey iman gətirənlər, əsla sizi var dövlətiniz və övladlarınız Allahdan yayındırmasın. Bax, alimlər deyir ki, fikir verir. Allah demir ki, sizin var dövlətiniz olmasın, demir ki, uşaqlarınız olmasın. Əsas o ki, neyləməsin? Yayındırmasın. Ola bilər, amma yayındırmasın.